Hə, deyirəm ki, gəlmişəm Moskva, Elə biləs başım zadım gedib, belə danışıram. İndi var axı, çoxlarının başı gedir axır vaxtlar. Bəzi müğənnilərin də, bir çox müğənnilərin də başı gedib. Allah şəfaları versin. Mənim başım elə getməyib, yerindədir. Hərdən bilsən bir zarafat edeyim də, insan deyiləm, mən də daşlab deyirəm ki. Deyirəm, Moskvadayım. Havaya baxın, meşəyə baxın siz. Ağaclara baxın, təbiətə baxın. Bu gözəlliyə baxın. Vururam da, sevirəm Moskvanı. Moskvanı sevirəm. Belarusiyaya getdim, Minskdə. Orada da yaşıllıq çox idi. Mən təbiəti çox sevirəm. Harada yaşıllıq var, bax, otururam belənçinə. O, səhər-səhər durursan, o şehin, otların ətri gəlir, təbiətin ətri gəlir. O qədər gözəldir ki, bura. Bura Moskvadan bir 120 kilometr uzaqdadır. Haradasa burada bir şəhər var. Sergey, kömək eləyin mənə. Passat. Sergey Passat, belə bir şəhər var. Şəhər kilsələrlə doludur, qədimi şəhərdir. Orada hansısa knyaz yaşayır. Knyazın orada malikanəsi var və bir çox dostoprimçatilistlər var orada. Mən də belə yerləri xoşlayıram da, tarixi yerləri. Gəldim, mən burada dincəlirəm. Etik yeməklər yiyirəm, biraz elə biləm kilo almışam, bəlkə də yeni almışam, bilmirəm. Yox, paltarlarım eynidir sadəcə. 10 gündə burada olacağım, inşallah. İyunda biraz işlərimiz var, gələk onları görək. Sonra yenə məhərrəmlik gələcək, 2 ay qapımızı kəstirəcək. Sonra yenə də gələcək Moskvaya, onda da Bağdad dincəlməyə. Bu heç yerə getməyə fikrim yoxdur, yalnız Moskva. Moskvanı sevirəm, I love you Moskva, ya тебя люблю Moskva, mən səni sevirəm Moskva. Buradan da Azərbaycana salamlar. Özünüzə baxın, həyatınızı gözəl yaşayın. Heç kimi için jertv eləməyə dəyməz, nəysə həyatı qurban verməyə dəyməz. Bunu filan kəs edin, bunun üçün. Allah lazım deyil, billah lazım deyil. Pulunuzu qazanın, özünüzə xərcləyin. Onsuz da spasiba deyən olmayacaq, təşəkkür edən olmayacaq. Bunu mən sizə deyirəm, artıq bəlli bir yaşlı insan kimi, həyatı dərk edən bir insan kimi, ağıllı bir oğlan kimi deyirəm sizə, mənə qulaq asın. Eləyin, bəli, belə, Allah xatirinə eləyin onda belə, bəli, amma yerində, hər şey yerində, qədərində, ön çoxunu özünə, yəni Koreyin yağlı hissəsini özünüz yiyin, üzünü özünüz yiyin, altında görünəydi ki, güzel verin. Çünki özünüzün dəyəri bilməsəniz, heç kimsə dəyər verməyəcək. Bunu mən yerə nadir olaraq sizə deyirəm. Sözlərimi də yozmayın, cümlələrimi də yozmayın. Ağlım başımdadır, getməyibdir, ağlım niyə getsin ki, hələ mənim nə yaşım var ki? Sadəcə bölüşdüm də sizinlə, dərdləşdim. Mənim gözəllərim, göyçəklərim, igidlərim, krassavitsalarım, krassavçiklərim və mənim səhifəmdə olan insanlar, çox yaxşı insanlar, ən çox da xanımlardır, qadınlardır orada. Mən onların bütün kommentlərini oxuyuram və çox gözəl, savadlı şəkildə yazırlar. Mən savadlı insanları çox sevirəm, mədəni insanları sevirəm. Mədəniyyətli insanları o qədər də yox. İnsan mədəni olmalıdır, mədəniyyətli yox. Mədəniyyət də lazımdır, amma o da sonradır da, yəni. Öpürəm mən sizə, Allah amanında. Hə, deyirəm ki, gəlmişəm Moskva. Elə biləs başım zadım gedib, belə danışıram. İndi var axı, çoxlarının başı gedir axır vaxtlar. Bəzi müğənnilərin də, bir çox müğənnilərin də başı gedib. Allah şəfaları versin. Mənim başım elə getməyib, yerindədir. Hərdən bilsən bir zarafat edeyim də, insan deyiləm, mən də daşlab deyirəm ki. Deyirəm, Moskvadayım. Havaya baxın, meşəyə baxın siz. Ağaclara baxın, təbiətə baxın. Bu gözəlliyə baxın. Vururam da, sevirəm Moskvanı. Moskvanı sevirəm. Belarusiyaya getdim, Minskdə. Orada da yaşıllıq çox idi. Mən təbiəti çox sevirəm. Harada yaşıllıq var, bax, otururam belənçinə. O, səhər-səhər durursan, o şehin, otların ətri gəlir, təbiətin ətri gəlir. O qədər gözəldir ki, bura. Bura Moskvadan bir 120 kilometr uzaqdadır. Haradasa burada bir şəhər var. Sergey, kömək eləyin mənə. Passat. Sergey Passat, belə bir şəhər var. Şəhər kilsələrlə doludur, qədimi şəhərdir. Orada hansısa knyaz yaşayır. Knyazın orada malikanəsi var və bir çox dostoprimçatilistlər var orada. Mən də belə yerləri xoşlayıram da, tarixi yerləri. Gəldim, mən burada dincəlirəm. Etik yeməklər yiyirəm, biraz elə biləm kilo almışam, bəlkə də yeni almışam, bilmirəm. Yox, paltarlarım eynidir sadəcə. 10 gündə burada olacağım, inşallah. İyunda biraz işlərimiz var, gələk onları görək. Sonra yenə məhərrəmlik gələcək, 2 ay qapımızı kəstirəcək. Sonra yenə də gələcək Moskvaya, onda da Bağdad dincəlməyə. Bu heç yerə getməyə fikrim yoxdur, yalnız Moskva. Moskvanı sevirəm, I love you Moskva, ya тебя люблю Moskva, mən səni sevirəm Moskva. Buradan da Azərbaycana salamlar.
özünüzə baxın. Həyatınızı gözəl yaşayın. Heç kimi için jertv eləməyə dəyməz. Nəysə həyatı qurban verməyə dəyməz. Bunu filan kəs edin, bunun üçün. Allah lazım deyil, billah lazım deyil. Pulunuzu qazanın, özünüzə xərcləyin. Onsuz da spasiba deyən olmayacaq. Təşəkkür edən olmayacaq. Bunu mən sizə deyirəm. Artıq bəlli bir yaşlı insan kimi, həyatı dərk edən bir insan kimi, ağıllı bir oğlan kimi deyirəm sizə. Mənə qulaq asın. Eləyin, bəli, belə Allah xatirinə eləyin onda belə, bəli. Amma yerində, hər şey yerində, qədərində, ön çoxunu özünüzə. Yəni, xörəyin yağlı hissəsini özünüz yiyin. Üzünü özünüz yiyin, altında görünəydi ki, güzel verin. Çünki özünüzün dəyərini bilməsəniz, heç kimsə dəyər verməyəcək. Bunu mən yerə nadir olaraq sizə deyirəm. Sözlərimi də yozmayın, cümlələrimi də yozmayın. Ağlım başımdadır, getməyib, ağlım niyə getsin ki, hələ mənim nə yaşım var ki? Sadəcə bölüşdüm də sizinlə, dərdləşdim. Mənim gözəllərim, göyçəklərim, igidlərim, krassavitsalarım, krassavçiklərim və mənim səhifəmdə olan insanlar çox yaxşı insanlar. Ən çox da xanımlardır, qadınlardır orada. Mən onların bir-bir bütün kommentlərini oxuyuram və çox gözəl, savadlı şəkildə yazırlar. Mən savadlı insanları çox sevirəm, mədəni insanları sevirəm. Mədəniyyətli insanları o qədər də yox. İnsan mədəni olmalıdır, mədəniyyətli yox. Mədəniyyət də lazımdır, amma o da sonradır da yəni. Öpürəm mən sizə, Allah amanında.